Mingəçevirdə Novruz bayramı münasibətilə ümumi şəhər tədbiri keçirilib. Səməd Vurğun meydanında gerçəkləşən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmailov, millət vəkili Aydın Mirzəzadə, hüquq mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası şəhər təşkilatının, Mingəçevir Bələdiyyəsinin, Azərbaycan İstilik Elektrik Stansiyasının, Mingəçevir Dövlət Universitetinin rəhbərləri, idarə və müəssisə kollektivləri, şəhid ailə üzvləri, qazilər, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Mədəniyyət işçilərinin təqdim etdiyi musiqi nömrələri, pəhlivanların, kəndirbazların, idmançıların yarışmaları, bayramın atributları olan Keçəl və Kosanın məshəkələri bayram tədbirlərinə xüsusi rəng qatıb. Şəhərin təhsil ocaqlarının, mədəniyyət və idman müəssisələrinin hazırladıkları Novruz bayramını əks etdirən güşələr də baharın gəlişini müjdələyib. Tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmailov bildirib ki, Novruzun gəlişi qəlbimizdə xoş hisslər oyadır. Bu ilki Novruz bayramının müqəddəs Ramazan bayramı ilə eyni gündə təsadüf etməsi isə sevincimizi 2 qat artırır. İcra başçısı hər iki bayram münasibəti ilə şəhər sakinlərini və tədbir iştirakçılarını təbrik edib. Daha sonra Səməd Vurğun meydanında bayram tonqalı alovlandırılıb. Tədbir maraqlı rəqs və musiqi nömrələri ilə davam etdirilib. Qurban Vidadioğlu, Rahim İbrahimoğlu bugün informasiya proqramı üçün.